Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə Əlaqə İdarəsinin təşkilatçılığı ilə Ağdam şəhərində inşa edilən Ağdam Rezidensiya yaşayış kompleksində fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə mövzusunda təlim keçirib. Nazirliyin mətbuat xidmətindən APAya verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti və xüsusi riskli xilasetmə xidmətlərinin müvafiq canlı qüvvə və texnikalarının cəlb edildiyi təlimin keçirilməsində məqsəd, inşaat işlərinə cəlb olunmuş heyətə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması olub. Əvvəlcə təlimin nəzəri hissəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən tədbir iştirakçılarına fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, mina təhlükəsindən qorunmanın yolları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə video çarxlar nümayiş etdirilib. Sonra təlimin praktiki hissəsinə start verilib. Belə ki, şərti yanğın zamanı həyəcan siqnalı verildikdən sonra Fövqəladə Hallar Nazirliyinin yanğın xilasetmə bölmələri operativ qaydada hadisə yerinə çataraq, kompleksin müvafiq personalı ilə əlaqəli şəkildə obyektin təxliyə planına uyğun insanların təhlükəsiz yerə təxliyəsini həyata keçirib, paralel olaraq yanğınla mübarizə tədbirləri yerinə yetirilib və şərti xəsarət almış şəxslərə ilkin yardım göstərilib. Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub. Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil edilir.